Hamıya salamlar dostlar. Bugün sizlərlə birlikdə Steam proqramları necə silə bilərik onu öyrənəcəm. Sizukunu Play Store üzərindən yükləyə bilərsiniz. Zantanı isə Google-dan axtarış yerindən axtarışa verib GitHub və Foodroid üzərindən yükləyə bilərsiniz. İndi Sizukun qurulumunu izah eləyəcəm. Köhnə videoda izah eləmişdim, amma yenə də qaranlıq məqam qalmasın deyə bu videoda da izah eləyəcəm. Bəli, ayarlara giriş elədik. Telefon haqqında qismindən giriş eləyib MIUI versiyasına bir neçə dəfə klikləyirik və developer ayarlarını açırıq. Bildiriş panelinə giririk. Buradan bildirişlərdən Android seçirik. Çünki MIUI-da şifrə giriş eləyə bilmirik. Çünki şifrəyə ehtiyacımız var. Sizukunu birləşdirmək üçün. Bəli, buradan Sizukuya girdik. Pairing-ə basırıq və developer ayarlarına yönləndirir bizi. Developer ayarlardan USB debugging-i, wireless debugging açırıq. Və USB debugging, security settings və disable ADB alteration timeout-u da açırıq. Və buradan wireless debugging-ə giriş eləyirik. Və buradan pairing device wind pairing koda basırıq. Gördüyünüz kimi bizə kod verdi. 076 972 076 900 neçə idi? Yadımdan çıxdı. 902. Bəli, mənim kimi udqan olmayın. Pairing successfully dedi. Buradan geri qaydırıq və buradan starta basırıq. Biraz gözləyirik və uğurlu şəkildə işə düşdü. Buradan Santa tətbiqinə icazə veririk və Santa tətbiqinə giriş eləyirik. Və buradan bildiyiniz və silmək istədiyiniz proqramlarını axtarışa verin. Çünki bilmədiyiniz proqramını silsəz, telefonunuzda xətalarla üzləşə bilərsiniz. Axtarış yerinə tutalım ki, mən Gmail-i silmişdim, onu da göstərim. Buradan Gmail-i sildikdən sonra yenidən gördüyünüz kimi geri qaytarmaq da olur. Yəni, bir qorxunuz olmasın. Bəli, videomuz bu qədər idi. Sağ olun, salamat qalın.